Hamıya salam. Bu gün sizlərə 3-cü qrup blok imtahanı haqqında məsləhət videosu çəkirəm. Buna qabaq da bir dənə video çəkmişdim. Demişdim ki, yəni bütün qruplara aid olan blok imtahanı məsləhət videosu idi. Onu bura qoyacağam. Ümid edirəm o da faydalı olar. Çünki bu videoda danışmayacağım şeyləri o videomda danışmışam. Yəni baxa bilərsiniz. Və əgər siz 2-ci qrupsuzsa buradan ötürə bilərsiniz. Çünki tarixi ən axırda deyəcəm. İlk növbədə başlamaq istəyirəm ana dilindən. Bildiyiniz kimi blok imtahanında Azərbaycan dili bizə 150 bal verir ümumi, yəni maksimum sayaq. Və bu 3-cü qrupların əsas fənni sayılır. Çünki blok və buraxılış imtahanı bir yerdə maksimum 250 bal bizə verir. Azərbaycan dili qrammatikasının öyrənməyin və yaxşı yadda qalmağın bir metodu var idi. Onu bilmirəm, yəqin ki, çoxunuz istifadə edirsiniz. Bizim müəllimimiz bizə mövzu öyrənməyə verəndə evə bilirdim ki, bizə onu danışmağa, yəni əvvəldən axıra kimi danışmağa tələb eləyəcək. Ona görə də mən evdə, deməli, mövzunu oxuyursunuz. Sonra özünüz üçün danışırsınız. Bəzi yerlər var ki, hansı ki, yadınızdan çıxıb altından xətt çəkin ki, onu gələn dəfə oxuyanda biləsiniz ki, siz bunu deməli yaddan çıxarmışdınız. Ona görə altına xətt çəkmişsiniz ki, bəlkə də altına xətt çəkdiyiniz yerləri ikinci dəfə də oxudunuz və belə daha yaxşı yadda qaldı. Sonra təzədən özünüz üçün danışırsınız. Sanki qabağınızda bir müəllim var. Situasiyadan belə bir tövsiyəm yoxdur. Çünki mən situasiyanı deməli sadəcə buraxılış imtahanından sonra, yəni 11-ci sinifdən testlərini işləmişəm. Demək olar ki, elə buraxılış imtahanının mətnlərinə oxşuyur, Azərbaycan dili mətnlərinə oxşuyur. Çox da belə fərqi yoxdur. Yəni belə wow bir fərq görməyəcəksiniz məncə. Elə öyrəşdiyimiz şeylərdir. Yəni bizdə söz mənasını falan istəyirdilər. Məsələn 27-ci sual sözün mənasını istəyirdi. O da sizin tamamilə sizin şansınızdan asılıdır. Çünki qabağınızda asan söz də çıxa bilər, çətin söz də çıxa bilər. Birinci dəfə mənim qabağıma asan söz çıxmışdı. İkinci dəfə, yəni şans imtahanında çətin söz çıxmışdı deyə mən səhv yazmışdım onu. Azərbaycan dilindən test olaraq mən sadəcə topunu işləmişəm. 1 və 2-ci hissəni bəlkə də 2-3 dəfə bitirmişəm və 20 sınağı mütləq işləyin. 20 sınağın yəni Azərbaycan dili buraxılış imtahanı üçün olan var və var Azərbaycan dili 3-cü qruplar üçün. Yəni onları çaşmayın, səviyyə cəhətdən də onlar fərqli olurlar deyə. Yəni 20 sınağı bütün fənlərdən işləmənizi tövsiyə eləyirəm. Düzü o səviyyədə düşmür imtahana. Çünki 20 sınaq çox çətin salırlar. Mən məsələn 20 sınaqda o qədər çox səhv eləyirdim ki, artıq məndə qorxu yaranmışdı ki, birdən mən imtahanda yəni yaxşı yaza bilmərəm. Amma xeyr, belə olmayacaq. İmtahanda nisbətən daha asan olacaq. Əlavə olaraq əgər işləmək istəsəniz, dediyim kimi mən rus bölməsi olmuşam deyə mən Azərbaycan dilindən kitab işləməmişəm, amma mənim tanışlarım bu kitabları tövsiyə elədilər. Qayda kitabı olaraq hədəf və ya MHM da ətraflı olur qaydalar. Test kitabı kimi isə MHM nəşriyyatdır deyəsən bu. Əlavə istəsəniz əgər işləmək, güvən və RM və 44 sınaqdan da işləyə bilərsiniz. Onların hamısını şəkillərini qoyacağam ki, birdən səhv salarsınız. Və mütləq DİM-in keçirdiyi blok imtahanına gedin ya da PDF-ini tapın, işləyin. Çünki hər yanındadır, imtahandan bir gün qabaq, birinci blok imtahanından bir gün qabaq mən DİM-in sınağını işləmişdim. Və səhərisi gün imtahanda 4 dənə sual eyni düşmüşdü. Təsəvvür edin, o sınaqdan götürüb kitabçaya atmışlardı. Elə bir şey idi. Suallar eyni idi, variantlar belə eyni idi, yerlərini də dəyişməmişdilər. Yəni bu fürsəti qaçırmayın. İmtahandan bir gün qabaq DİM-in blok sınağını işləyin. Məsələn, uşaqlar var PDF-i açırlar. PDF-i bir gün PDF-in Azərbaycan dilini işlədilər. Gələn gün tarixi işlədilər, sonra ədəbiyyatı işlədilər. Belə eləməyin. Bir dəfəlik açın, sanki imtahandasınız, yəni sanki sınaq işləyirsiniz. Yəni mən hamısını saxlamışdım bir gün qala, çünki düşünürdüm ki, yəni sınaqları bir gün qala işləsəm daha yaxşı yadımda qalar və həqiqətən də elə oldu. Yəni bir gün qabağa saxlayın hamısını full, vəbşə suallara baxmayın, sanki sınaqdasınız və belə işləyin. Məncə belə daha yaxşı olacaq. Növbəti olaraq ədəbiyyatdan danışmaq istəyirəm. Qeyd edim ki, mən ədəbiyyatdan bütün sualları düz yazmışdım. Situasiyalarıma da ikisi tam bal idi, biri 2-3 belə bir şey idi. Çox heyf. Ədəbiyyatı mən çox sevirdim. Yəni fən olaraq çox sevirdim. Amma belə mən heç oxumağı sevən insan olmamışam. Bəlkə də bu 17 yaşıma qədər bir 10 neçə kitab güclə oxumuşam. Amma belə şairlərin həyatını falan mənə maraqlı gəlirdi. Şeirlər falan biraz maraqlı idi. Amma proqramın çoxu sevgiyə aid olduğuna görə təbii ki, bizə maraqlı gəlmir və çox absurd
mövzulardır hamısı. Amma bəziləri Qarabağ mövzusu falan onlar maraqlıdır, təzə mövzulardır deyə biraz maraqlıdır və Koroğlu falan temaları. Amma ədəbiyyat haqqında ən sevdiyim hissə, yəni bir kitabı bitirib və hazırlıqda onu müzakirə elədiyimiz vaxt idi. Çünki müzakirə eləyəndə biz o əsəri elə danışırdıq ki, sanki özümüz o hadisələri yaşamışıq və müəllimimiz həmişə bizdən soruşardı: "Və əgər siz bu qəhrəmanın yerində olsaydınız, siz nə eləyərdiniz?" Yəni həqiqətən bir kitabı oxuyandan sonra o kitab haqqında müzakirə aparmaq çox yaxşıdır. Əsasən də dostlarınızla, yəni müəllimlə o qədər də maraqlı olmasa da dostlarınızla danışanda, məsələn, "Ay bu niyə belə elədi? Yəni mən onun yerində olsaydım belə eləyərdim" falan temalar gələndə siz başlayırsınız fənni sevməyə və çoxunuzdan eşitdiyim kimi hamısı ədəbiyyatı əzbərçilik bilir. Nəyi əzbərləyirsiniz? Yəni başa düşmürəm. Şeirləri əzbərləyirsinizsə çox böyük səhv eləyirsiniz. Çünki yaxşı deyək, bir şeiri müəllim sizə evə verdi əzbərləməyə. Siz oturdunuz bir kitab söz əzbərlədiniz və getdiniz müəlliminizə danışdınız. 2 həftə sonra deyirəm maksimum, o şeir sizin yadınızdan çıxacaq və əgər müəllim 2 həftədən sonra siz hazır olmayanda o şeiri sizdən soruşsa, siz heç bir cavab verə bilməyəcəksiniz. Çünki niyə? Çünki siz o şeiri bir dəfə danışmaq üçün əzbərləmişdiniz və danışdınız, artıq yadınızdan çıxdı. Və bu çox pis bir, yəni düzdür, siz də başa düşürəm, müəllim sizdən tələb eləyir, əzbərləyirsiniz. Onu başa düşürəm. Amma bizim müəllimimiz bizdən əzbər tələb eləmirdi. Bizə deyir ki, siz zaten bütün proqramın şeirlərini əzbərləyə bilməyəcəksiniz. Bizə deyir ki, bütün şeirləri 5-6 dəfə oxuyun. Və mən həqiqətən də bütün şeirləri 5-6 dəfə oxuyurdum və biz gedib orada müəllim üçün şeiri sadəcə danışmırdıq. Müəllim bizə izah eləyirdi o şeirin mənalarını. Yəni məsələn bu söz məcazi mənada, bu söz həqiqi mənada yazılıb və yaxud da bu sözün yerinə şair bu sözü demək istəyir. Şairlərin həyatlarını əgər bilsəniz, onların yaşadığı dövrü bilsəniz, illəri bilsəniz, onların yaşadığı dövrdə baş vermiş hadisələri bilsəniz, ondan sonra sizə rahat olacaq ki, ay niyə bu şair belə bir şey yazıb, niyə bu haqqda yazıb və bunu yazaraq o nə demək istəyib və onları başa düşəcəksiniz. Və mənə həqiqətən də şairlərin həyatı çox maraqlı gəlir. Hər kəsin fərqli həyatı var, hər kəs fərqli bir təhsil alıb, hər kəsin fərqli bir ailə statusu var və hər kəsin fərqli bir zövqü var. Məsələn, əsərləri fərqlidir, hamısı bir-birindən fərqlidir. Məsələn, əgər siz bir şairin həyatı haqqında öyrənmək istəyirsinizsə, məncə onu Google-a yazın, onun şəklinə falan baxın. Mən belə eləyirdim, şairlərin adları falan yadımda qalmayanda, adını yazırdım internetə, şəklinə baxırdım, belə baxırdım şəklinə, belə oxşar tuturdum. Sonra yadda qalır biraz. Çalışın, araşdırın, siz də özünüz də araşdırın. Təkcə müəllimin dediyi yetinməyin. Əgər yaxşı bir şeiri əzbərlədiniz, müəllim üçün danışdınız, sonra evə gəlib o şeiri 5 dəfə, 6 dəfə təzədən oxuyun. Amma o 5-6 dəfəni elə belə məcbur olubmuş kimi oxumayın. Çalışın şeiri başa düşün. Şeirin deyəcəksiniz necə başa düşmək olar? Bəzi şairlər var ki, çox sadə yazırlar və başa düşmək olur. Amma bəzi şairlər var ki, çox qəliz cümlələr, sözlər işlədirlər. Məndə məsələn belədir. Əgər mən şeiri başa düşməsəm, mən o şeiri heç vaxt öyrənə bilməyəcəm. Ümumiyyətlə bizim müəllimimiz, bilmirəm sizdə necədir, bizim müəllimimiz bizə şeiri yanımızda oxuyurdu və bütün cümlələrin, bütün sözlərinə qədər bizə izah eləyirdi ki, biz başa düşək. Məsələn, şair bu sözü niyə belə yazıb? Niyə bu söz ilə ifadə eləyib falan, niyə başqa söz yazmadı, bunu yazdı və həm hər şey bizə izah eləyirdi və bizə çox rahat olurdu bunu başa düşmək. Düzü, hərdən biz qulaq asmırdıq, amma mənim bir metodum var idi, ondan birazdan danışacağam. Mənim bütün ədəbiyyat dərslərində elədiyim bir şey var idi. Dərsə daxil olan kimi mən səs yazırdım. Başqa mənada bir şey eləmək istəməmişəm. Sadəcə dərsin səsini yazırdım. Çünki bizim müəllimimiz izah eləyəndə, yəni olur da fikrimiz yayınır, bəzi sözləri qulaq asmırıq. Hətta qulaq assanız belə bütün sözlər yadınızda qalmaya bilər. Halbuki o sözlər çox vacibdir sizin üçün. Mən hər bir dərsin səsini yazırdım müəllim danışanda. Şeiri izah eləyirdi və hələ də yadımdadır, mən yolda gedəndə, məsələn, yolda gedəndə maşına qulaq asmaq yerinə mən o səslərə qulaq asırdım. Evdə hətta əlavə mən işləmək istəyəndə həmin, məsələn, əsəri açırdım ya da həmin əsərin qısacasını oxuyurdum, amma çox şey başa düşməyəndə həmin əsəri bizə izah etdiyinə görə mən o səsi açırdım və həqiqətən də ondan sonra hər şey başa düşürdüm. Siz də belə eləyə bilərsiniz və hər səsə başlıq yazırdım ki, qarışdırmayım.
Məsələn, biri Koroğlu, sonra Səməd Vurğun falan belə şeylər. Və hələ də yanındadır, o səsləri siləndə 120-yə yaxın falan səs var idi. O da deyəsən çox yer tuturdu, amma mən silmirdim, çünki ehtiyacım var idi o səslərə. Və mütləq ədəbiyyatdan özünüz üçün bir dəftər tutun. Hansı ki, ora ən vacib şeyləri yazacaqsınız və təkrar eləyəndə o dəftəri açıb, yəni imtahana bir neçə vaxt qalmış təkrar eləyə bilərsiniz. Mən belə dəftər tutmuşdum. Məsələn, ortaya yazırsınız əsərin adını, şeirin adını. Bura əsərin adını falan ortaya qırmızı ilə yazın ki, ayıra biləsiniz. Sonra əsər haqqında vacib qeydlər, yaddan çıxan məqamlar, müəllimin dediklərini yaza bilərsiniz. Bizim müəllimimiz əsasən bizə deyirdi ki, bu yerlərin yadda saxlayın. Məsələn, qəhrəmanlar bir-birlərinə danışanda, yəni bu momentləri falan yadda saxlayın. Biz də onları qeyd eləyirdik. Məsələn, yaza bilərsiniz, əsər neçə fəsildən ibarətdir, onu da yaza bilərsiniz. Çünki onlar da düşə bilər imtahana. Məsələn, bəzi qəhrəmanların sözünü yaza bilərsiniz, hansı sözləri danışıblar və hansı ki, testlərdə düşüb, onları yaza bilərsiniz. Testlərdə çox-çox qabağınıza çıxan sualları yaza bilərsiniz. Hər fəslin qısa məzmununu belə yaza bilərsiniz. İnternetdən tapıb da yaza bilərsiniz. Müəllimin dediklərini də yaza bilərsiniz. Öz oxuduğunuz nə yadda qalıbsa onu da yaza bilərsiniz ki, əsərlər başa düşürəm, bəzi əsərlər var çox böyük olur və onları ikinci dəfə oxuyub təkrar eləmək, yəni həqiqətən də ona vaxt çatmır və qısaca oxuyanda da bəzi şeyləri yazmırlar deyə özünüz yazsanız məncə daha yaxşı olar. Əsəri oxuya-oxuya, onun haqqında vacib qeydlər aparsanız, gələn dəfə o əsəri təkrar eləməkdənsə, o dəftəri açıb oradan təkrar eləyərsiniz. Yəni imtahana kimi çox çalışın, qeydlər aparın. Varaq da olar, dəftər də olar, bilmirəm, hər hansısa bir yerə nəsə qeydlər yazın ki, imtahana bir neçə gün qalmış, siz onları təkrar eləyəsiniz. Həqiqətən imtahana bir neçə gün qalmış, bir sual var hər kəsin qabağında. Nəyi ən birinci təkrar eləyim? Nəyi təkrar eləyim? Siz axır bilirsiniz ki, siz bu neçə müddətdir siz qeydlər aparırsınız və o qeydləri təkrar eləyin. Və test kimi nə yalan deyim, mən ədəbiyyatdan test işləməmişəm. Sadəcə 20 sınav işləmişəm. Vəsə, heç bir şey işləməmişəm. 10-cu sinifdə ümumiyyətlə işləməmişik. 11-ci sinifdə imtahana bir aydan az müddət qalmışdı. Biz başladıq test işləməyə. Niyə belə elədiyimi də bilmirəm. Bizim müəllimimiz bizə test ümumiyyətlə vermirdi. Başladıq biz 20 sınavı işləməyə və 20 sınavı da bitirməmişdik. Ümumiyyətlə ədəbiyyatdan proqram çox tez-tez dəyişildiyinə görə demək olar ki, hər il ya da 2 ildən bir proqram dəyişilir. Ona görə də onun üçün toplu bir test çıxartmırlar. Və ədəbiyyatdan ümumiyyətlə test kitabı tapmaq çətin olur. Amma mən belə bir kitab çıxartdırmışdım. Bu 2020-ci ilin nəşri idi deyə, bu satışda yox idi deyə PDF-ini çıxartdırmışdım, işləmişdim. Sonra bir dənə də belə var idi, çıxartdırmışdım. Bunu videomda qoymuşdum bir dənə. Belə bir şey var idi. Özü axır-axır idi deyə mən o qədər bezmişdim PDF-lərdən. PDF-ə baxa bilmirəm. Gözüm o qədər ağrıyır ki, telefona baxanda. İşləyə bilmirdim. Ona görə mən məcbur bunları çıxartdırırdım. Amma belə ədəbiyyatdan sadəcə 20 sınav işləmişəm. Yəni 20 sınavda düşən bir dənəcə sual heç oxşar belə düşməmişdi də imtahana. Yəni qətiyyən belə oxşar da deyildi. Və əlavə olaraq ədəbiyyatdan Mücrü, Güvən və Pərvin Əliyevin testlərini işləyə bilərsiniz. Və digər bizə 150 bal verən fən tarix. Qeyd edim ki, mən tarixdən 26 dənə sual düz yazmışdım və situasiya suallarımın hamısına tam bal vermişdilər. Çoxu tarixdən çətinlik çəkir, çünki hamısı deyir ki, tarix əzbərçilikdir. Amma əslində tarix, mən indiyənə kimi heç bir tarixi əzbərləməmişəm. Uşaqlar, əzbərçilik qədər pis metod yoxdur. Əzbərləməyə ehtiyac yoxdur, ümumiyyətlə deyirəm. Bizim müəllimimizin də metodu yaxşı idi. Yəni o bizdən belə full mövzunu bizə əvvəldən axıra danışmağı tələb eləmirdi. Yəni məsələn Azərbaycan dilində belə idi, amma tarixdə bizdə qətiyyən belə deyildi. Bizə müəllimimiz suallar verirdi. Ancaq bütün o 1 saat yarım ərzində bizim müəllimimiz bizə ancaq sual verirdi. Məsələn, bu hadisə neçənci ildə baş verib? Neçənci ildə hansı hadisə baş verib? Bütün gün o bizə suallar verirdi. Amma bəzi məqamlar olurdu ki, həqiqətən də onun danışmağı bizdən tələb edirdi. Məsələn, hansı şəhərlərdə bu hadisə baş verib? Hansı şəhərlərdə nəsə tapılıb, onları danışmaq lazım idi və siz onları bilməliydiniz. Və bizə kağızlarda da belə şeylər verirdi. Məsələn, burada
tarix yazılırdı və siz orada hadisəni yazırdınız ya da hansısa döyüş baş verib onu yazırdı. Hər belə buradan belə rəqəmlər falan idi və biz onları doldurmalı idik həqiqətən də yazılarla ki, hansı hadisə baş verib, hansı və yaxud da ölkə yaranıb, ya kim ölüb, kim doğulub falan belə şeylər. Sizi bilmirəm, amma mən çox xoşum gəlir mənə sual verəndə. Ən sevdiyim şeydir də, bəlkə biri mənə sual versin, mən o sualı cavablandırım. Siz özünüz üçün də evdə eləyə bilərsiniz. Məsələn, kitabı açın, əgər bilmirsinizsə, tarixləri bir-bir qarışıq olaraq yazın. Məsələn, bir dənə tarix əvvəldən yazdı, sonra çevirin, bir dənə tarix arxa tərəfdən yazın. Sonra ya da qarışıq yazın, Azərbaycan tarixi, ümumi tarix qarışıq yazın. Məsələn, bu tərəfə yazın tarixləri, sonra da hadisələri özünüz üçün yazarsınız. Sonra kitabı bağlayıb yazın, özünüzü yoxlamaq üçün belə bir şey də eləyə bilərsiniz. Və eyni sualları artıq müəllimimiz bizə sual verirdi. Artıq hər gün bəlkə də eyni sualı bizə verirdi və artıq yavaş-yavaş siz öyrənməyə başlayırsınız. Hər gün sizə eyni sual versələr, siz avtomatik olaraq o sualı əzbərləyərsiniz, o sualın cavabını əzbərləyərsiniz də. Məsələn, əgər birinci dəfə siz özünüz cavab verə bilməsəniz, müəllim yanına gələn başqa bir uşaq cavab verəcək və siz ondan görəcəksiniz ki, deməli bunun cavabı bu imiş və gələn dəfə müəllim sual verəndə siz artıq onu cavablandıra biləcəksiniz və avtomatik olaraq əzbərləmiş olacaqsınız o tarixləri. Və məsələn, əgər bu gün bizim mövzumuz Albaniya idisə, bizə Albaniyadan da suallar verirdi, Atropatenadan da suallar verirdi, Mannadan da suallar verirdi, İbtidai icma quruluşundan da suallar verirdi ki, bizim o mövzular yadımızdan çıxmasın. Çünki bilirdi ki, biz evdə onları oturub təkrar eləmirik. Amma çox gözəl olardı ki, məsələn, əgər siz bu gün Albaniya mövzusunu öyrənməlisinizsə, Atropatena mövzusunu ondan qabaq öyrənmisiniz axı. Elə bir Atropatena biraz göz gəzdirin ya da ümumiyyətlə oxuya bilərsiniz təzədən. Sonra Albaniyaya başlayın. Belə həqiqətən hər mövzunu oxumamışdan qabaq, ondan qabaqki bir mövzunu təkrar eləsəniz, bütün mövzular belə-belə yadınızda qalacaq və hər mövzunu 2 dəfə oxumuş olacaqsınız. Və onu deyim ki, mən həmişə tarixə gedəndə, yəni mövzunu bir dəfə oxuyurdum, gedirdim. Çünki müəllim sual verirdi, yəni belə yadda qalırdı da. Amma əgər yadınızda tarixlər qalmırsa, siz mövzunu 2 dəfə oxuyun, 3 dəfə oxuyun. Yəni mövzunu bir neçə dəfə oxumaq çox yaxşıdır. Amma bir dəfə oxuyurdum çünki vaxtım olmurdu. Həqiqətən heç bir şey çatdırmaq olmur. Və bir metoddan da danışmaq istəyirəm. Əgər siz 10-cu sinifsizsə bunu edin. 11-ci sinifsizsə tövsiyə eləmirəm çünki çox vaxtınız gedəcək. Mən məsələn 10-cu sinifdə bəzi çətin mövzular, məsələn ABŞ mövzusu, 1-ci və 2-ci Dünya müharibəsi və 2 dənə Osmanlı imperiyaları, Türkiyə falan onları yazmışdım. Deməli mən bir dənə dəftər tutmuşdum və bu dəftərə 10-cu sinifdə bütün mənə çətin gələn mövzuları yazmışdım. Mövzuları yazmışdım deyəndə mövzuların qısa versiyasını bura yazmışdım ki, Anar İsayevin kitabında biraz uzun yazılır, bilirsiniz. Oradan oxumayım, yəni bir dəfəlik bu dəftərdən oxuyum, əgər təkrar eləmək istəyirəmsə. Yəni orada bəzi yerlər var, çox lazımsızdır həqiqətən. Yəni boş tarixi yazıb yanında hadisəni yazsaz ondan yaxşı olar. Məsələn, burada ABŞ mövzularıdır, hamısı, bütün ABŞ mövzularını yazmışam. Çünki ən çətinləri bəlkə də odur. 1-ci, 2-ci Dünya müharibələrini yazmışam. Belə, yəni bütün 10-cu sinif mən bunları yazmışam, qısaca yazmışam və təkrar eləyəndə də imtahana hətta bir neçə gün qalmış falan mən buradan təkrar eləyirdim. Yəni həqiqətən qeyd aparmaq çox gözəl bir şeydir və o balaca notlar olur, onlara da yazıb bəzi tarixləri, məsələn soyuducuya yapışdırsanız ya da masanızın yəni gördüyünüz bir yerə, divara falan yapışdırsanız, yəni hər gün gördüyünüz bir yerdə olsa yadınızda qalacaq və yəni siz onu hətta yəni öyrənmək məqsədi ilə baxmasanız belə, sadəcə gözünüz belə baxsa, göz yaddaşı kimi yadınızda qalacaq. Çünki hər gün onu görürsünüz. Burada da belə kağızlar var. Çoxdur bunlar həqiqətən. Baxın nə qədər çıxır burada. Və hər imtahan qabağı səhər-səhəri durub mən bunları təkrar eləyirdim. Sınaq imtahanı olsun, belə demin imtahanı olsun, onların hamısından qabaq mən o qeydləri oxuyub gedirdim. Tarixdən təkrarları necə edirdim? Çoxunuz yazmışsınız ki, Anar İsayevin kitabından təkrarları eləmək çox vaxt aparır, amma nə yalan deyim, mən Anar İsayevin kitabından təkrar eləmişəm. Həm ikinci şans üçün təkrar oradan eləmişəm və imtahana birinci blok imtahanına bir neçə ay qalmış falan. Mən yenə də oradan təkrar eləyirdim. Çünki
ideal variant elə odur. Çünki nə qədər qısa yazılan olsa, bəzi şeylər, yəni orada yaddan çıxacaq, bəzi şeylər olmayacaq. Amma siz konspektlər tapa bilərsiniz. Məsələn, Azər Səmədov tarix müəllimi var idi. Telegram hesabı var idi. Orada o konspektlər yazmışdı özü. O konspektləri öyrənə bilərsiniz. Yəni kitab əvəzinə oradan təşkil edə bilərsiniz. Belə mənə də maraqlıdır necə təşkil eləmək olar ki, vaxtımız daha az getsin. Əgər bilən varsa kommentlərə yazın. Sabitləyəcəm onu ki, hamısı görsün və faydalansın. Ya da əgər full təşkil edə bilmirsinizsə, Azərbaycan tarixində yoxdur, amma ümumi tarixdə bütün mövzuların arxasında, yəni xronologiya var. Anar İsayevin kitabında nə oxuyursunuzsa, bütün mövzuların arxasında xronologiya var. Yəni full mövzunu təkrar eləməsəz də, xronologiyanı boş oxusanız məncə bəs eləyər, çünki ən azından belə az-maz bilirsiniz. Hamısının tarixdən yaralı yeri olan mədəniyyəti necə öyrənirdim? Öyrənmirdim. Mən mədəniyyət demək olar ki, öyrənməmişəm. Mədəniyyəti sadəcə imtahana 1-2 həftə qalmış öyrənsəz, məncə bəs, çox da özünüzü yormayın. Əvvəlcədən onu məncə başqa mövzuları öyrənin, nəinki mədəniyyəti. Yəni imtahana dediyim kimi 1 həftə qalmış belə, 2 həftə qalmış falan öyrənsəz, mədəniyyəti məncə yadınızda qalan. Yəni əzbərləyin, sadəcə onu əzbərləyin. Amma məsələn, tarixi abidələrin adını bildiniz. Sonra onların neçənci əsr, neçənci ildə tikilib onları bildiniz. Plus siz onu xəritədə yerlərini bilməlisiniz. Çünki belə suallar da düşür. Belə bir xəritə çıxartmışdım. Azərbaycan xəritəsidir. Buradan tərsinə görsənir deyə üzr istəyirəm. Və burada baxın belə xətlə şey eləmişəm. Məsələn, bu Lerikdir. Lerikdə Oğlan Qala abidəsi var idi. Belə işarələmişdim ki, əgər testlərdə falan düşsə belə bilim. Məsələn, yəni hansısa abidənin İsmayılıda olduğunu bilirsiniz. Yəni məsələn, hansısa abidə düşüb bilirsiniz ki, bu İsmayılıdadır, amma xəritədə bilmirsiniz İsmayılı hardadır. Əgər bilmirsinizsə İsmayılı buradadır. Burada Şamaxının yanındadır. Yəqin Şamaxını belə az çox bilirsiniz. Yəni bu da İsmayılı buradadır. İmtahanda 3 dənə xəritədən sual düşəcək. Mütləq düşəcək 3 dənə sual, hətta 4 dənə belə düşə bilər. Sizə lazım olacaq bölgələrdən danışacağam. Yəni xəritənin hansı yerlərini bilsəniz yaxşı olar və bəs eləyir, hansı ölkələri falan bilsəniz bəs eləyir. Asiyadan çox da düşmür. Yəni məncə düşməz Asiyadan. Deməli bura Çindir, deməli uşaqlar, bura Çindir. Bura qərbə bir uzun bir şey Yaponiyadır. Yaponiyanın yanında və Çinin aşağısında burada Koreyadır. Bunu bilsəniz məncə bəs eləyir. Bura yuxarıda Rusiyadır. Məncə onu bilin. Və Hindistan. Hindistanın yuxarısında Pakistan. Burada İrandır. Bura Türkiyədə yəqin bilirsiniz Azərbaycan. Xəzərlə mən tapıram Azərbaycanı. Sonra bunları məncə bilməyə ehtiyac yoxdur. Hansıların dedim, onları bilin. Məsələn, Çin, Yaponiya, Koreya, Hindistan, Pakistan, İran, Türkiyə. Bunları məncə Asiya üçün bilsəniz yaxşı olar və bəs eləyir məncə bunlar. Avropa xəritəsinə keçsək, Avropa xəritəsi biraz çətin ola bilər sizə, çünki burada biraz ölkələr biraz çoxdur. Avropa xəritəsində ən vacib olan ölkələrdən biri İngiltərədir. İngiltərə biraz ada kimidir deyə daha yaxşı yadda qala bilər. Mən rusca yazmışam, amma sizə Azərbaycanda deyəcəm, problem yoxdur. İngiltərə. Sonra məsələn ortada məsələn atsaz bura Almaniyadır. Mən bura yazmışam deyə siz bunu rahat bilə bilərsiniz də. Amma əgər xəritə boş olsa, yəni heç bir yazısı, siz bunu yaxşı tapa bilməyəcəksiniz. Ona görə ən qıraqdan başlayın. Məsələn ən qıraqda Portuqaliyadır. Belə balaca bir şey. Bu Portuqaliyadır. Portuqaliyadan sonra İspaniya gəlir. Bu İspaniyadır. Sonra Fransa gəlir. Məsələn belə zəncir kimi bunu yadda saxlaya bilərsiniz. Portuqaliya, İspaniya, Fransa, Almaniya gəlir. Sonra bura Rusiyadır. Rusiya dünyanın ən böyük ölkəsidir. Rusiyanı bilin, Türkiyədir, Azərbaycandır, Ermənistandır, Gürcüstandır. Sonra bura Yunanistandır, onu bilin. Bunları bilsəz məncə kifayət eləyir. Bu ölkələri isə əgər 1-ci Dünya müharibəsi ya da 2-ci Dünya müharibəsi tam yanımda deyil, bunlar o mövzulardan düşə bilər. Deməli, bura nədir? Estoniya, Latviya, Litva, bura Belarusiyadır, bura Rusiyadır. Deməli, Almaniya və Rusiya arasında bölünən ölkələrdəndir bunlar. Estoniya, Latviya, Litva. Bu üçün bilsəniz məncə bəs eləyir. Yəni bunları bilməsəniz də olar, amma düşmə ehtimalı da ola bilər. Ən çox bilməli olduğunuz vacibləri
İngiltərədir, Portuqaliya, İspaniya, Fransa, Almaniya, Rusiya, İtaliya. İtaliya məncə ən rahatıdır. Çünki bu biraz ayaqqabı formasındadır, kabluk formasında. İtaliyanı belə yadda saxlaya bilərsən, yəni ayaqqabı fasonudur. Və Qarabağın xəritəsi düşəcək. Çalışın Qarabağın xəritəsini əzbər bilin. Ümumiyyətlə Azərbaycan xəritəsi məncə siz əzbər bilməlisiniz. Çünki bu bizim ölkəmizdir və xəritəni əzbər bilməlisiniz. Keçək Qarabağın xəritəsinə. Qarabağın xəritəsinin ən, asan yolu necə öyrənmək olur onu deyəcəm. Məsələn, siz ortadan gəlsəz desəz ki, bura məsələn hansısa şəhərdir, orada çox böyük səhv eləyə bilərsiniz. Çünki mən burada yazmışam deyə asan görünə bilər. Amma məsələn bu xəritə olacaq belə boş bir şey və ortaya desəz ki, nə bilim, bura Zəngilan, yəni səhv deyə bilərsiniz. Ona görə risk eləməmək üçün ən qıraqdan başlayın. Bilirsiniz ki, ən qıraqdakı, burada ən qıraqda Zəngilandan başlayır. Ona görə buradan daha rahat olur belə gəlmək. Məsələn, ən birinci burada Zəngilandır, sonra gəlir Cəbrayıl. Cəbrayıldan sonra Füzuli. Belə yadda saxlayın. Zəngilan, Cəbrayıl, Füzuli. Bu 3 dənəni bildiniz. Bundan sonra məncə bilməyə ehtiyac yoxdur, çünki düşməyəcək zaten. Sonra Zəngilan. Zəngilan yuxarısından gedin. Zəngilan Qubadlı gəlir, sonra yuxarısında, onun yuxarısında Laçın gəlir. Sonra Laçının yuxarısında Kəlbəcər. Zəngilan, Cəbrayıl, Füzuli. Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər. Kəlbəcərin bu tərəfində, sağ tərəfində Tərtər olacaq. Tərtərə kim bilsəz, bəs Tərtərin bu tərəfində Bərdədir. Amma məncə bunu bilməsəz də olur, çünki düşməyəcək. Tərtərdir, Ağdamdır, Tərtərin aşağısında Ağdamdır, Ağdamın aşağısında Xocavənddir, Xocavəndin aşağısında Füzuli yenə gəlir. Deməli, bu biraz ortada uzun olan Xocavənddir. Formasından da ayıra bilərsiniz. Ən balacası Şuşadır, amma Şuşadan da balaca ya budur Xankəndi və ortada bu Xocalıdır. Belə yadda saxlayın bu bölgəni. Sadəcə baxın, bu bölgəni bilsəniz kifayət eləyir. Sadəcə bu bölgəni bilin. Zəngilan, Cəbrayıl, Füzuli. Bir gün bunu öyrənin. Zəngilan, Cəbrayıl, Füzuli. 3 dənə bunu öyrənin. Sonra Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər bunu öyrənin. Sonra gəlin bura Tərtər, Ağdam, Xocavənd, sonra bu Füzulini bilirsiniz. Sonra ortada Şuşadır. Sonra nöqtə Xankəndidir. Sonra bu Xocalıdır. Budur. Azərbaycan xəritəsinə ümumi gələndə siz təxmini təqribi yerləri bilirsiniz, bəs eləyir. Bura məsələn Naxçıvandır, bura Lənkəran bölgəsidir, bura Bakıdır, bura Şamaxı bölgəsidir. İsmayıl da bu tərəfdə, İsmayılın testə düşmüşdü deyə ona görə deyirəm. Bura Şəkidir, bura Qubadır, sonra bura Gəncədir. Yerləri nisbətən bilin. Yəni belə sırf sizə belə düşməyəcək də bu şəhərin adını falan çəkin. Yəni belə ulduz qoyulacaq bir dənə şəhərin üstünə. Yəni əgər Qarabağ bölgəsi deyilsə, bunlardan düşsə, yəni ən çox bunlar düşə bilər. Bakı inanmıram düşsün. Yəni bunlar Lənkəran ola bilər. Şamaxı çox güman düşə bilər. İsmayıllı, Şəki, Quba və Gəncədən düşə bilər. Burada Qazaxdır. Belə. Yəni bir dəfə oturub təbii olaraq siz bu xəritəni əzbərləyə bilməyəcəksiniz. Hər gün 5 dəqiqə təkrarlasanız, mənim dediyim kimi metodla öyrənsəniz, hər gün 5 dəqiqənizi ayırsanız bəsinizdir. Bir həftədən sonra falan görəcəksiniz ki, artıq öyrənmisiniz. Yəni məndə də belə idi. Mən də xəritəni əzbər bilən olmamışam. Hətta Qarabağ xəritəsini ümumiyyətlə mən bilməmişəm. Situasiya suallarına gələk. Deməli, əgər ikinci qrupsuzsa sizə 99%, 100% demirəm, Azərbaycan tarixindən düşəcək. Əgər üçüncü qrupsuzsa sizə 99% ümumi tarixdən düşəcək. Yəni Azərbaycan tarixindən düşmə ehtimalı var, sadəcə çox azdır. Yəni məncə nə bilim düşüb, amma Azərbaycan tarixindən nəsə haçansa düşüb üçüncü qruplara, amma bilmirəm haçan ümumiyyətlə düşüb. İndi mən sizə burada deyə bilmərəm ki, situasiya mütləq bu mövzulardan düşəcək, situasiya ABŞ-dan düşəcək. Onu mən sizə deyə bilmərəm, amma bəzi ekspertlər var. Onlar deyirlər də hər il imtahandan qabaq deyirlər bu mövzulardan düşəcək, bu mövzuları təkrar eləyin. Bayaq da demişdim, Azər Səmədovun Telegram kanalından siz baxa bilərsiniz. Məsələn, bizim imtahana, hər iki imtahana bir neçə həftə qala o öz fikirlərini yazırdı ki, yəni bu mövzulardan düşə bilər. Yəni uşaqlar təkrarlayın bu mövzuları. Biz də təkrarlayırdıq. Kaş ki təkrarlayardıq, çünki həqiqətən də dedikləri düşürdü. Yəni dedikləri düşməsəydi o kanalı sizə tövsiyə eləməzdim və imtahanı bir müddət qalmış. Artıq sizə məncə çox kömək olacaq və orada hər gün quizlər atır. Müəllim siz də işləyə bilərsiniz o quizləri. Yəni mən rus bölməsi idim. Buna baxmayaraq mən Azərbaycan dilində testlər işləyirdim. Niyə də işləyə bilməyim? Çünki bu mənim öz dilimdir, ana dilimdir və mən bunu işləməliyəm və başa düşməliyəm. Çünki çox da fərqi yoxdur. Məsələn, rus dilində biz Vizantiya deyirik, amma Azərbaycan dilində Bizans imperiyasıdır. Çox da fərqi yoxdur əslində. Düzü biraz fərqli çıxır, amma
Və əgər görsəniz situasiya sizə çətin gəlir, yaza bilməyəcəksiniz o situasiyanı, plus da ki, o situasiyanı axıra saxlamısınızsa mənki kimi, yəni srazu gedib oyda bilmirəm mən bu sualı, verim kitabçanı nəzarətçiyə, gedim çıxım imtahandan. Belə bir şey eləməyin. Əgər vaxtınız varsa, imtahanda axıra kimi oturun və fikirləşin. Məndə belə olmuşdu. Mən bütün sualları yazmışdım və yarım saat vaxt qalmışdı imtahanın bitməsinə. Amma situasiyam qalmışdı da, heç bir şey yazmamışdım. Və deyirdim, bəlkə yazım, yazmayım, gedim falan. Dedim ki, yox, oturmuşam, yarım saatım qalıb, fikirləşim biraz. Və nə yazdımsa hamısı tam bal verdilər uşaqlar. Onsuz açıq suallarda səhv düzə aparmır. Yadınıza nə düşür o mövzu haqqında? Məsələn, bilirsiniz ki, Camp David Ərəb-İsrail haqqındadır. Məsələn, bir şey yazın da, bilmirsinizsə də bir şey yazın. Hər hansısa bir şey. Zaten sizin balınız gəlməyəcək. Zaten o səhv düzə aparmır. Yəni şansınızı sınayın. Boş sual saxlamayın. Siz uşaqlar ən azından bir şey biləcəksiniz də. Yəni bu hansı mövzuya aiddir, bu müqavilə hansı mövzuya aiddir. Ən azından 1-2 dənə söz yadınıza düşəcək və yadınıza düşən hər hansısa bir şey olur, yazın. O da sizə yarım bal verə bilər, 1/3 bal verə bilər, amma bal baldır uşaqlar. Yazın, boş saxlamayın. Situasiya ümumiyyətlə boş saxlamayın. Bilmirsinizsə də bir şeylər yazın ora, atın getsin. Yəni məsələn məndə belə idi. Əgər bir sualı görsəm və hal-hazırda o sualı bilmirəmsə, başqa bir suala keçirəm və avtomatik olaraq mənim beynim hər hansısa bir yerdə onu mən fikirləşmədən, məndən asılı olmayaraq bir yerdə o sualı fikirləşir. O sualı, məsələn, o sual haqqında nə bilirsə, hamısını fikirləşir. Amma mən halbuki ona fokuslanmamışam da, mən Azərbaycan dili testlərini eləyirdim və axırda Camp David-ə gələndə artıq belə bir bomba partladı. Bütün nə bilirdimsə qabağıma çıxdı. Belə bir şey olur. Yəni siz də qorxmayın. Hər şey yaxşı olacaq. Və imtahanda heç vaxt tələsməyin. İmtahanın bitməyinə 5 dəqiqə belə qalsa və siz çox şey çatdırmamısınızsa, əgər siz tələssəniz, o 5 dəqiqə ərzində heç bir şey çatdırmayacaqsınız. Amma əgər o 5 dəqiqəni sakit beyinlə fikirləşib yazsanız sualları, onda çatdıra biləcəksiniz. Yəni tələsməyin. Oyda 5 dəqiqə qalıb imtahana heç bir şey yaza bilməyəcəm. Özünüzə belə desəniz, heç bir şey çatdırmayacaqsınız. Tələsməyin. 2 dəqiqə belə qalıb tələsməyin. Vaxtdır. Zaten əgər o ağlınıza gələcəksə bir şey, sırası ağlınıza gələcək. Tələssəniz heç bir şey ağlınıza gəlməyəcək. Və imtahana hər il düşən mövzuları çox yaxşı bilməlisiniz. Hətta yəni əzbər bilməlisiniz də imtahana hər il düşən mövzuları. Yəni niyə də özünüzü risk eləyəsiniz? Yəni bilirsiniz ki, bu mövzu hər il düşür. Yəni mənim imtahanıma da düşəcək. Mən bunu bilim. Bilsəm yaxşı olar. Bura qoyacağam tarixdən hər il düşən mövzuları. Bu mövzuları çalışın, çox yaxşı bilin. Öz adınız kimi yaxşı bilin hətta və onların testlərini çox-çox işləyin. Çünki bilirsiniz ki, bu mövzular yəni düşəcəkdir. 100% sizin imtahana düşəcək. Hər il düşən mövzular haqqında məncə siz Telegram kanallarından tapa bilərsiniz. Mən imtahan ərəfəsi o qədər dərs kanalına qoşulmuşdum. Bəlkə də 30-dan çox dərs kanalı var idi. A sektor, Rus sektor fərqi yox idi. Hamısına qoşulmuşdum ki, hər kəsdən bir şey öyrənməyə çalışırdım. Yəni hər kəsin verdiyi məlumat mənə faydalı ola bilər. İmtahanıma onların verdiyi suallar, onların verdiyi quizlər düşə bilər. Yəni bilmək olmur imtahana nə salacaq. Ona görə hər şeydən faydalanın uşaqlar. Üçüncü qruplara verəcəyim məsləhətlər bu qədər idi. Ümid edirəm bu video sizə faydalı olar. Ümid edirəm bu videodan nəsə öyrənə bildiniz. Hamınıza uğurlar arzulayıram. Növbəti videolarda görüşərik.